İyul 2026'da astroloji baxımdan diqqət çəkən bir neçə xüsusi tarix və enerji dəyişimi var. Misal üçün 14 iyul yeni ay dövrüdür. Bu dövr yeni planlar qurmaq, niyyətlər etmək və həyatınızda yeni səhifə açmaq üçün münasib hesab olunur. Xüsusilə ailə, ev və şəxsi rahatlıq mövzuları hardasa ön plana çıxa bilər və digər mövzuları bir neçə günlük olsa unutdura bilər. 22 və 23 iyul tarixində Günəş Şir bürcünə keçir. Bu tarixdən sonra isə özünü göstərmək, yəni Şir bürcü zaten mərkəzdə olur. Yaradıcılıq, səhnədə olmaq, diqqət çəkmək və liderlik enerjisi güclənə bilər. Dediyim kimi bu bütün bürclərə aid ola bilər. İnsanlar daha cəsarətli və özünə inamlı hiss edə bilərlər özlərini. Bəlkə kimsə bloger olacaq, kimsə səhifəsini açacaq. Yəni belə bir şeylər. 29 iyul isə dolunaydır. Dolunay emosiyaları gücləndirə bilər və bəzi mövzuların nəticələrini ortaya çıxarda bilər. Bəlkə bəzi insanların iç yüzləri də çıxacaq sizin qabağınıza. Dostluqlar, sosial çevrə və gələcək planlarla bağlı məsələlər aydınlaşa da bilər bax bu dolunay ərəfəsində. Merkuri dövrü iyul ayında ünsiyyət, sənədlər, yazışmalar və texniki məsələlərdə diqqətli olmağa tövsiyə eləyir. Ona görə ki, Merkuri biraz bizi çaşdıra bilər. Bu Merkurinin retrosu başlayacaq. Mühüm qərarları verməzdən əvvəl məlumatları ilk dəfə yoxlamaq yaxşı seçimdir. Mən düşünürəm ki, hətta ilk dəfə yox, bir neçə dəfə oxumalısınız. Ümumiyyətlə, ümumi enerji iyulun ilk yarısı daha çox daxili dünyaya, ailəyə və emosional məsələlərə yönələ bilər. Ayın ikinci yarısı isə özünü ifadə etmək, yaradıcılıq və aktiv fəaliyyət üçün daha uyğun görünür. Qısa tövsiyəm bütün bürclərə. Qısa tövsiyə iyul ayı üçün 2026 üçün odur ki, iyul ayında həm hisslərinizi dinləyin, həm də məqsədlərinizi unutmayın. Ayın sonuna doğru isə bəzi məsələlər öz həllini də tapa bilər. Uğurlar sizə. Bu qədər.